Azərbaycanda məktəblərdə kişi müəllimlərinin sayının çox olmasını istəyirsinizmi? Bax, bu sualla bağlı şərhlərdə fikirlərinizi yazın. Mən sizə bu mövzunu təhlil edəcəm, dəyərli izləyicilər. Ölkə üzrə rəqəmlər açıqlanıb. 2024-2025-ci tədris illərində ümumilikdə ölkə məktəblərində 19.930 nəfər kişi müəllim dərs keçib. Hansı ki, onlardan da 1781 nəfəri ibtidai sinif müəllimi olub. Təxminən 20.000 nəfər civarında kişi müəllim var. Bu sayın daha çox olmasını istərdinizmi? Ümumiyyətlə, həm ailədə ananın daha çox tərbiyədə üstün rol oynaması, həm məktəbdə qadın müəllimlərin daha çox təlim-tərbiyə prosesinə qatılması, xüsusən oğlan uşaqlarının yetişməsində, onların bir kişi obrazı, nümunə kimi görməsində problem yaradır. Çünki atalar daha çox işdə olur, övladı ilə daha az zaman keçirə bilir, məktəblərdə isə qadın müəllimlər üstünlük təşkil edir. Bəs bu zaman bir müsbət, pozitiv kişi müəllimi nümunəsi olarsa, bu nə kimi təsir göstərə bilər? Bax, bu barədə istərdim danışaq. Rol model kimi kişi müəllimlərin olması müsbət olaraq həm psixoloqlar tərəfindən, həm ümumilikdə pedaqoqlar tərəfindən tövsiyə olunur. Ata fiquru olmayan ailələr də var, boşanmış ailələr ola bilər, bunlar atanın itirildiyi ailələr ola bilər. Burada da kişi müəllimlər onların həyatında bir nümunə kimi, obraz kimi mühüm rol oynaya bilər. Eyni zamanda, dəyərli izləyicilər, tədris və tərbiyə baxımından tək cinsli perspektiv yaradır yalnız qadın müəllimlərin olması. Digər bir tərəfdən ciddi bir stereotip formalaşır. Stereotip ondan ibarətdir ki, müəllimlik yalnız qadın peşəsidir və kişilər bu sənətdən getdikcə uzaqlaşırlar. Eyni zamanda kişi müəllimlərin çoxluğu bu stereotiplərin də qırılmasına səbəb ola bilər. Maaşların aşağı olması da burada müəyyən bir rol oynayır və xüsusən də təhsil sahəsindən qadın işi kimi görülməsi də mühüm rol oynayan faktorlardan ki, kişi müəllimlər bu sahədən uzaqlaşır. Və siz necə düşünürsünüz? Həm nizam-intizam, təlim-tərbiyə baxımından söhbət avtoritetlikdən getmir. Ümumilikdə tədrisdəki gender balansının qorunması və şagirdlərin psixoloji, emosional baxımdan tərbiyələndirilməsi sahəsində say etibarilə müəyyən bir bərabərliyin formalaşdırılması yaxşı olar.